MIT-yə qəbul olmaq yəni elə-belə bir şey deyil. İlham verici, istərsə dəstəyi, heç vaxt əski olmayan bu insanların sayəsində qərarımı dəyişdim. Bu özü belə MIT-nin diqqət etdiyi bir nüansdır. Çox sayda həm akademik, həm də qeyri-akademik fəaliyyətlərlə məşğul olmusan. Sizin seçilmə şansınızı daha çox artırır. Öz ingilis dili səviyyəmizi də inkişaf elətdirmək bu imtahanları bizim üçün asanlaşdırır. MIT özü birlikdə çalışmağa, insanların birgə fəaliyyət göstərməsinə çox önəm verir. Bizim dəyərlərimiz də universitetin dəyərlərinin kəsişdiyini yerlərdə vurğulamaq həm bizim səmimi olduğumuz yerləri göstərir onlara, həm də onların istədiyi şagirdi bir növ özlərinə göstərmiş oluruq. Bəs bu universitetin dəyərlərini necə dəqiqləşdiririk? Və həmin universitetlərdə təşkil olunan proqramlar olur, onları araşdıra bilərsiniz. O sizin o parlaqlığınızı mütləq hansısa çox yaxşı bir universitet fərqinə varacaq. Daha çox insana təsir etməyinizdənsə, daha dərin təsir etməyiniz universitetlər üçün daha önəmlidir. Səni seçməkləri üçün təsir edən ən böyük amil nə oldu? Məncə sevdiyi işdə davamlı olan, belə səhv etməkdən qorxmayan və çalışmaqdan da bezməyən bir qız görülüb. Əgər yetər qədər çalışaraq, düzgün istiqamətləri də götürərək, özümüzü limitlədiyimiz sərhədləri aşaraq biz hər şeyi bacara bilərik. Azərbaycanın daha çox uğurlu gənclərə ehtiyacı var. Potensiallı gənclərimiz çoxdur. Sadəcə onların uğur qazanması və vətənə, millətə öz faydasını göstərməsinə ehtiyacımız var. Salam, kanala xoş gəlmisiniz. Bugünkü qonağımız xüsusi uğura imza atmış, dünyanın ən nüfuzlu universitetlərindən biri MIT-yə qəbul almış Sevinc Mahmudovadır. Sevinc, xoş gəlmisən. Necəsən? Xoş gördük. Sağ ol, siz. Mən də yaxşıyam, təşəkkürlər. İlk olaraq bu uğura imza atdığın üçün ürəkdən təbrik edirəm. MIT-yə qəbul olmaq yəni elə-belə bir şey deyil. İlk öncə nə vaxt qərar verdin ki, MIT-yə müraciət etmək istəyirəm? Bu uşaqlıqdan olan bir fikir idi, məqsəd idi, yoxsa proses getdikcə bu ağla gəldi ki, mən MIT-yə müraciət edirəm? İstər universitet olsun, istərsə də ümumiyyətlə hansı ölkə olur olsun və s. Bunların hamısı bir qırağa. Məndə ixtisasın özü belə tez-tez dəyişkənlik göstərən bir şey idi. Buna görə də MIT mənim üçün daha çox bir ilin, bəlkə də bir neçə ayın bir hədəfi idi. Mən son ana qədər, yəni 10-cu sinifin sonuna qədər Türkiyədə tibb oxumağı düşünürdüm. Hətta imtahanlarına falan hazırlaşırdım. Sadəcə bir nöqtədən sonra mənim ətrafımda olan o ilham verici, istərsə dəstəyi, heç vaxt əski olmayan bu insanların sayəsində qərarımı dəyişdim və bu stressli, uzun bir zamanın sonunda o hədəfimi reallaşdırmağa nail oldum. Əslində bizə bu xarici universitet müraciət prosesi haqqında danışsan yaxşı olar ki, bu portfolyonu necə yığdın, ümumiyyətlə portfolyoda nələr var idi? İndi mən bilirəm bəzi olimpiadalar var və s. Sadəcə izləyicilər də məlumatlı olsunlar deyə səndən detallı bir məlumat alsaq yaxşı olar. Portfolyomda qeyd etdiyim və ən çox əhəmiyyətə malik olduğunu düşündüyüm fəaliyyətim riyaziyyat olimpiadalarıdır. Belə ki, müxtəlif illərdən həm beynəlxalq, həm də yerli olimpiadalardan medallar qazanmışam. Hansı ki, bu mənim bu prosesdə nə qədər davamlı olduğumu göstərir. Bu özü belə MIT-nin diqqət etdiyi bir nüansdır. Digər fəaliyyətlərimə gələsi olsa, istər qoşulduğum riyaziyyat düşərgələrini, istərsə tədbirləri, təmsilçisi olduğum tədbirləri, iştirak etdiyim könüllülükləri və bundan əlavə olaraq da istər yaradıcılıq, istərsə də idman üzrə olan müxtəlif fəaliyyətlərimi portfolyomda qeyd etdim. Burada qeyd etmək istədiyim əsas məsələ fəaliyyətləri qeyd edən zaman onların sizi necə əks etdirdiyini və başqa insanlara necə təsir göstərdiyini orada düzgün şəkildə qeyd etməyiniz və bu bütün fəaliyyətlərin bir-birini tamamlamağı və universitetin və sizin dəyərlərinizin kəsişməsində olan dəyərləri də göstərməsidir. Yəni əsas olan məsələ budur. Deməli, portfolyonu yığmaqdan çox portfolyonu göstərmək əsas məsələdir. Belə başa düşdüm ki, ikisi də eynidir, tamam. Hərəsinin öz yeri var deyək, yaxşı. Dediyindən belə başa düşdüm ki, çox sayda həm akademik, həm də qeyri-akademik fəaliyyətlərlə məşğul olmusan. Bəs bunları necə çatdırdın? Yəni vaxt olaraq çox çalışırdın, yoxsa daha az çalışıb strateji, planlı şəkildə çalışmağa üstün tuturdun? Məncə ikisi də vacibdir. Həm çox çalışmaq, həm planlı çalışmaq. Hətta üçüncü bir punkt əlavə edə bilsəm, bura davamlı çalışmağı da əlavə eləyərdim. Çünki ilk növbədə planlı çalışmağa gəlsək, planlı çalışmaq təbii ki də ilk növbədə vacibdir. Çünki hara gedəcəyinizi bilmirsinizsə, hansı yolu seçdiyinizin heç bir fərqi yoxdur, düzdürmü? Gəlsək, məsələn özümdən nümunə verim. Planlı çalışmaq mənim çox sevdiyim bir vərdişlərimdən biridir. Belə ki, məsələn, adicə esse yazmaqda belə, əgər esseyə başlamaq ya da bir nöqtədən sonra davam etdirmək çətinlik yaradırsa, planını qurub sonra o esseni yazmaq işi xeyli yüngülləşdirə bilər, problemi aradan qaldıra bilər. Əgər gəlsək çox çalışmaq və davamlı çalışmağa, çox çalışmaq sizin
nə qədər ambisiyalı olduğunuzu, davamlı çalışmaq isə sizin öz dissiplininizin necə yaxşı formalaşdığını göstərir. Hansı ki, bu prestijli universitetlərin gələcək tələbələrində axtardığı bir şeydir. Düzdür, məsələn, sizin akademik göstəriciləriniz adətən bunun isbatı olur, amma fəaliyyətlərinizi də bir addım önə daşımağınız bunun başqa bir isbatıdır və sizin seçilmə şansınızı daha çox artırır. Bir də mən akademik tərəfdən daha detallı məlumat istəyərdim. Necə? Biz riyaziyyat olimpiadalarına qoşulmuşam. Bundan əlavə olaraq ingilis dili imtahanları, IELTS, TOEFL və ya SAT hansılarını vermisən və onlara necə hazırlaşmısan, bu proseslərdə biraz danışsan? Dediyim kimi, məndə bu ingilis dili imtahanlarına hazırlaşmaq prosesi çox qısa bir dövrü əhatə eləyirdi. Ona görə də çox çalışmaq lazım idi. Mən SAT və TOEFL imtahanlarına hazırlaşdım. TOEFL IELTS əvəzinə seçmə səbəbim Türkiyənin IELTS yox, TOEFL götürməsi idi. Yoxsa IELTS verərdim. Bu prosesə başladıqda ingilis dili səviyyəm B2 idi və bir şey də qeyd etmək istəyirəm ki, bu imtahanlara hazırlaşdığımız dövr boyunca imtahanın özünə hazırlaşmaqla yanaşı öz ingilis dili səviyyəmizi də inkişaf elətdirmək bu imtahanları bizim üçün asanlaşdırır. Ona görə də ikisini paralel aparırdım və bunun nəticəsində bir neçə aya, deyəsən toplam 5 ayda həm SAT, həm TOEFL-umu verib qurtarmışdım. İndi gələk qeyri-akademik tərəfə, yəni extracurricular fəaliyyətlərə, hansı könüllülük proqramlarına və ya tədbirlərə qoşuldun? Bunlar haqqında biraz danışa bilərsənmi? Məndə az vaxt qaldığı üçün o yerə qədər etdiyim bütün fəaliyyətləri ən yaxşı şəkildə qeyd etmək istəyirdim portfolyomda. Məsələn, bunların arasında yadınızdadırsa, Türkiyədə zəlzələ olduğu vaxt 2 il qabağa təsadüf edir, səhv etmirəmsə, həmin vaxt bir Azərbaycan platformunda zəlzələdə zərər çəkənlər üçün yardım aksiyası var idi və həmin platformda biz könüllülük fəaliyyəti göstərmişdik, onu qeyd etmişdim. Bundan başqa qeyd etdiyim bütün fəaliyyətlərdə, məsələn, tədbirlər olsun, sonra etdiyim dərsdən kənar fəaliyyətlər olsun, onu elə göstərməyə çalışırdım ki, o əslində təsadüfi etdiyim bir şey yox da, həqiqətən dəyər verdiyim üçün etdiyim bir şeydir. Məsələn, nümunə verim. Məsələn, MIT özü birlikdə çalışmağa, insanların birgə fəaliyyət göstərməsinə çox önəm verir. Mən qeyd etdiyim bütün fəaliyyətlərdə o birlikdə çalışmağı, o komandanın bir hissəsi olmağımı və komandanın bütün bir prosesə necə təsir göstərəcəyini vurğulamağa çalışmışdım. Adicə riyaziyyat olsun. Məsələn, ön planda riyaziyyatda bizim hər kəs fərdi yarışır. Bu hər kəs oturur imtahanda fərdi bir nəticə göstərir. Amma mən məsələn məndən müsahibə götürülükdə onu vurğulamışdım ki, ön planda hər kəs ayrı-ayrı imtahan versə də, əslində arxa planda biz bir komandayıq və bu komandadakı insanların bir-birinə verdiyi dəstək və ya onların bir-birinə olan təsiri həqiqətən ümumi nəticəyə nə qədər böyük təsir göstərə bilər. Bunları vurğulamışdım. Bu universitetin dəyər verdiyi şeyləri onlara göstərmək, bir növ bizim dəyərlərimiz də universitetin dəyərlərinin kəsişdiyini yerlərdə vurğulamaq, həm bizim səmimi olduğumuz yerləri göstərir onlara, həm də onların istədiyi şagirdi bir növ özlərinə göstərmiş oluruq, isbat etdirmiş oluruq. Qeyd edin ki, bu universitetləri dəyərlərini bilmək lazımdır və bu səmimi olduğumuzu həqiqətən onlara hiss etdirməliyik. Bəs bu universitetin dəyərlərini necə dəqiqləşdiririk? Belə bir sual verim. Deməli, universitetin dəyərlərini dəqiqləşdirmək. Məsələn, universitetin digər dataları, onların digər statistikaları siz hardasa internetdən tapa bilərsiniz. Amma onların verdiyi dəyərlər heç də məsələn öz veb-saytın adını yazıb .www qoyub yazanda, yəni ilk ana səhifədə görsənən bir şey deyil. Bunun üçün daha dərin araşdırmalar lazımdır. Məsələn, bunun üçün nəyi məsləhət görərdim? Bir universitetin dəyərlərini öyrənmək üçün onun cəmiyyətində nə tip insanlar olduğunu araşdırmaq lazım. Məsələn, bunun ən yaxşı nümunəsi əslində həmin universitetdə təhsil alan insanların vloqlarına baxmaqdır. Hansı ki mənə də köməyi dəymişdi. Bir də həmin universitetdəki tələbələrin, məsələn, bəzi universitetdə olur, həmin tələbələr bloq yazırlar öz gündəlik fəaliyyətləri ilə bağlı. Dediyim kimi vloqlar çəkirlər. Bundan əlavə həmin universitetlərdə təşkil olunan proqramlar olur. Onları araşdıra bilərsiniz və yaxud da hər universitetin məsələn təşkil etdiyi proqramlar və nə tip sahələrdə tələbələrə göstərdiyi dəstəyə baxaraq, yəni onların nəyə dəyər verdiyini görə bilərsiniz. Və yaxud da bu əslində esse yazmağın üstündə sizə kömək edə bilər. Çox həddindən artıq olmasa da, amma həmin universitetə qəbul almış insanların essələrini tapa bilsəniz oxuyun mütləq. Çünki bu da sizdə müəyyən qədər təəssürat yaradır ki, bu universitetlər nə tip şagirdləri götürərlər, nə tip şagirdlərə şans verirlər. Belə. Fərz edək ki, bizim 3-4 il vaxtımız var. Yəni əslində normal bir hazırlaşmaq vaxtı əslində 3-4 ildə, yəni Amerika universitetlərində və xarici universitetlərə və s. Biz bu 3-4 ilə deyək işlərimizi, fəaliyyətlərimizi yaymaq istəyirik. Universitetin dəyərlərini dəqiqləşdirib ona uyğunmu eləmək, yoxsa fəaliyyətləri eləyib ən axırda fikirləşmək ki, bu universitetin dəyərləri daha uyğundur mənə, bu universitetə müraciət edim. Özümdən nümunə verəsi olsam, mən əvvəlcədən də sevdiyim işlə məşğul olub bunu bacardıqca yuxarı bir səviyyəyə çıxardıb, ondan sonra hansı universitet
universitet seçəcəyimə baxmışdım. Ki məncə düzgün yol da budur. Çünki universitetin dəyərlərini öyrənmək sizin maksimum 3-4 ayınızı aparacaq və bu öhdəsindən gəlməyəcək bir iş deyil. Yəni bu gün sırf reytinqə görə baxırsınızsa, yəni heç kəs o qarantiyanı vermir ki, bu gün birin top 1-də olan universitet 5 il sonra, 10 il sonra da top 1-də olacaq. Ona görə əgər siz o sevdiyiniz işi o yuxarı səviyyəyə qədər çıxarda bilsəz, o sizin o parlaqlığınızı mütləq hansısa çox yaxşı bir universitet fərqinə varacaq və sizi götürəcək. Ona görə də birinci öz sevdiyiniz işləri görüb, onu yuxarı səviyyəyə daşıyıb, özünüzü tanıyıb, sonra özünüzə uyğun bir universitet tapmağınız çox yaxşı olar. Çünki orada minimum 4 il vaxt keçirəcəksiniz və özünüzü aid hiss eləməyiniz bu faktor çox vacib bir şeydir məncə. Təşəkkürlər. İndi bizim qeyri-akademik həm də akademik fəaliyyətlərin hamısı var və müraciət edirik universitetlərə. Burada artıq gəlir bu fəaliyyətləri göstərmək, deyək, nümayiş etdirmək. Bunları necə nümayiş etdiririk tam olaraq? Esselərdəmi, yoxsa həmin applikasiyada xüsusi bir yermi olur? Bunlar haqqında həm də nümayiş etdirmə formasını deyək də, onu bizə məlumat versən yaxşı olar. Bəzi universitetlərin öz müraciət portalı var, Common App-də. Orada sizə 10 dənə boş sahə verilir. Hərəsinə ayrı bir fəaliyyət və bu fəaliyyəti hansı səviyyədə etmiş olduğunuz yer, yəni regional səviyyədəmi, ölkə səviyyəsindəmi, beynəlxalq səviyyədəmi, bu belə. Və ancaq bəzi universitetlərin isə öz xüsusi müraciət portalları olur. Məsələn, MIT-də belə idi. MIT-nin öz xüsusi müraciət portalında bizdən cəmi 4 dənə, amma ən sevdiyimiz, bizim üçün ən vacib olan fəaliyyətləri istəyir. Bu fəaliyyətləri seçərkən öncədən də qeyd etdiyim kimi o dəyərlər və sair onları nəzərə alırıq, elə qeyd edirik. Bundan başqa qeyd etmək istədiyim bir nüans, sizə o portal verir və portalda kifayət qədər hissə var və siz bacardıqca, məsələn, eyni şeyi çox yerə yazmamalısınız. Məsələn, bu xüsusilə də olimpiyadada iştirak edən şagirdlərin düşünürəm etdiyi daha çox rast gəlinən səhvlərdən biridir ki, öz esselerin, yəni olimpiyada düzdür, çox böyük bir uğurdur və bəzi universitetlərin çox ciddiyə aldığı bir uğurdur. Ancaq bunu bacardıqca, məsələn, esselərdə bu haqqda danışmaqdan qaçınmaq lazımdır. Nəyi nəzərdə tuturam? Məsələn, siz qazandığınız bir uğur var və bu sizin portalınız, sizin müraciətinizi yoxlayan şəxs sizin tövsiyə məktublarınızı açır, müəllimləriniz həmin uğurdan danışıb, sizin fəaliyyətlərinizi açır, orada da həmin uğur var. Sizin CV-nizi açır, yenə o uğur var. Esselərinizi oxuyur, yenə eyni uğurdan danışmısınız. Və bu artıq bir nöqtədən sonra sıxıcı gəlməyə başlayır. Orada kifayət qədər hissə var və siz bacardıqca özünüzü 100%lik bir şəkildə orada ifadə etməlisiniz və bacardıqca fərqli şeylər yazmalısınız. Məndə esselerimdə şərtində akademik sözü yazılmayan bütün esselerimdə, yəni heç birində bacardıqca olimpiyadaya yer verməməyə çalışmışam. Bəzən ola bilər ki, esselər üçün mövzu seçəndə şagirdlərə elə gəlir ki, bu əslində çox da böyük bir uğur deyil və yaxud da çox da çətin bir şey də deyil. Amma orada vacib olan şey, belə bir tövsiyə oxumuşdum. Orada bir vacib olan şey nədir? Sizin daha çox insana təsir etməyinizdənsə, daha dərin təsir etməyiniz universitetlər üçün daha önəmlidir. Səncə universitet sənin portfolyona baxdıqda səni seçməkləri üçün təsir edən ən böyük amil nə oldu? MIT-nin öz rəsmi veb səhifəsində də yazdığı kimi, onlar tələbələrin portfolyolarını nəzərdən keçirdikləri zaman bir amilə yox, ya da bir neçə amilə yox, bütün müraciəti birlikdə gözdən keçirirlər. Ona görə bu suala düzdür, biraz cavab vermək çətindir. Amma nəzərə alsaq ki, mənim bütün qeyd etdiyim fəaliyyətləri nəzərə alsaq və keçən il məni gözləmə siyahısına əlavə edib də bu il mənə qəbul vermələrini nəzərə alsaq, məncə sevdiyi işdə davamlı olan, belə səhv etməkdən qorxmayan və çalışmaqdan da bezməyən bir qız gördülər. Bir də ola bilər ki, məsuliyyətli bir qız gördülər. Ona görə də şans verdilər deyə düşünürəm. Gələn ildən artıq MIT Universitetinə gedirsən. Səncə həmin universitetdə sənin ən çox sevəcəyin fənlər və ya layihələr nə olacaq? Deməli, MIT-ni araşdırdıqda ən çox sevdiyim xüsusiyyətlərdən biri də öz tələbələrinə çoxlu sayda imkanlar yaratmasıdır. Bura aiddir yayda və qış tətillərində fürsət verdiyi araşdırma proqramları, təcrübə proqramları, digər proqramlar. Bunlar hamısı, yəni hətta məsələn bir çox universitetdə bu fürsətlər daha çox 3-cü, 4-cü kurslara verilirsə, MIT-də aşağı kurslar üçün də belə fürsətlər mövcuddur və çoxdur. Bu fürsətlərdən yararlanmağı belə dörd gözlə gözləyirəm. Sən kimi MIT-də və ya digər nüfuzlu top universitetlərdə təhsil almaq istəyən şagirdlərə, gənclərə, həmçinin də ki, onların valideynlərinə vermək istədiyin tövsiyələr nələrdir? Xaricdə təhsil almaq mənim də son illərdə verdiyim bir qərardır. Anidən verdiyim bir qərardır. Müsahibə boyu da dediyim kimi, xaricdə təhsil almaq Azərbaycanlı potensiallı gənclərin yolunu daha çox açır və onlar üçün daha böyük fürsətlər yaradır, onlar üçün daha çox imkan yaradır. Ayrıca məsələn, istədikləri vaxt xarici və prestijli universitetlər məsələn sizə istədiyiniz vaxt ixtisasınızı dəyişməyə imkan verir.
sizin üçün daha çox şərait yaradır və adicə Azərbaycanlı olmağınız belə sizin üçün bir müsbət cəhətdir. Çünki siz onların cəmiyyətlərinə yenilik gətirirsiniz, yeni bir fərqlilik gətirirsiniz və bu sizin şansınızı daha da artırır. Bundan əlavə xarici təhsil almaq sizin həm potensialınızı üzə çıxardacaq, həm də gələcəkdə sizin üçün yaşıl işıq olacaq bir şeydir. Həmçinin xaricdə təhsil almaq sizi daha çox inkişaf etdirəcək bir şeydir. Çünki artıq orada öz ayaqlarınız üstündə durmağı öyrənəcəksiniz, daha azad olacaqsınız və bu da sizin gələcəkdə daha uğurlu olmanıza təkan verəcək. Mənim nümunəmdə mən riyaziyyat olimpiyadası üzrə beynəlxalq səviyyəyə gəldim çatdım və bu çox sevindirici haldır ki, Azərbaycanda bu yol artıq standartlaşmağa doğru gedir və onu da demək istəyirəm ki, imkansız deyə bir şey yoxdur. Əgər yetər qədər çalışaraq, düzgün istiqamətləri də götürərək, bizim bu sərhədlər ancaq özümüzü limitlədiyimiz sərhədləri aşaraq biz hər şeyi bacara bilərik. Son olaraq onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın daha çox uğurlu gənclərə ehtiyacı var. Potensiallı gənclərimiz çoxdur. Sadəcə onların uğur qazanması və vətənə, millətə öz faydasını göstərməsinə ehtiyacımız var. Sevinç, bu çox möhtəşəm və ilham verici söhbət üçün çox-çox təşəkkür edirik. Sənə təhsilində və gələcək həyatında, karyeranda uğurlar arzulayırıq. Çox sağ olun. Faydalı oldusa xoşdur. Bəli, əlbəttə ki, həm bütün izləyicilərə, bütün tələbələrə, həm də ki, onların valideynlərinə, həm də mənə çox faydalı bir söhbət oldu deyə düşünürəm. Çox sağ ol bir daha. Dəyərli izləyicilər, əgər video maraqlı və faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.